qürbət ana dilini itirmək deməkdir. Ana dilsizlik belə bir. Bu mənim üçün, mən bilirəm ki, vətənin birinci mənası ana dilidir. İkinci mənası tanış üzlərin olmamasıdır. Məsələn, siz Alman küçələrində gəzirsiniz, yaxud bir istirahət məkanında bir tanış üz, tanış sima yoxdur. Yəni, qürbətdə vətəni daha yaxşı qavrayırsan. Dilimizdə yoxlamaq feili var. Mən orta əsr lüğətlərimizdə bir feilə rast gəldim və heyrətə gəldim. Varlamaq feilidir. Allah Allah. Yəni, varlamaq elə bir ki, siz auditoriyada hansı tələbənin sinifdə olub-olmadığını yoxlayırsınız. Yəni, yoxu axtarmaqla varı axtarmaq. İki fərqli yanaşma. Məndə məsələn, deyək ki, kanser mikrobu varmı? Siz məni yoxlayırsınız, yoxsa varlayırsınız? Yoxa çıxarırsınız, yoxsa vara Yəni, çıxarırsınız? məndə varı axtarırsınız. Bu, heç bir bizim nə orfoqrafik, nə izahlıdır, heç bir yerdə yoxdur. İtib batmış bir sözdür, qalıb orada. Qanad sözünün kökü, qonmaq sözü eynidir. Eynidir. Fikirləşdim ki, deməli, mən uçurumdan özümü atıb uça bilərəm. Amma qonmaq üçün mənə qanad lazımdır. İndi tam tərsi. Qanad uçmaq üçün yox, qonmaq üçün lazımmış. Qanadım olmasa yerə çırpılacaq. Heideggerin belə bir yanaşması var. Deyir ki, sən adlandıranda yaradırsan. Bir şeyi çağırmaq, onun adını qoymaq, onu yaratmaq deməkdir. O yanılır. Plotin başqa bir şey deyir. Plotin deyir ki, sən baxanda yaradırsan. Amma mən baxdım ki, Plotin orijinal deyil. Bunu Zərdüşt Peyğəmbər demişdi. Xeyr, deyir, bir anda özünə şübhə ilə baxdı və onun şübhəsindən özünə qarşı şər yarandı. Salam, əziz Amin izləyiciləri. Çox maraqlı və mənim ürəyimin çox sevdiyi bir dostumu bugün dəvət eləmişəm verişimizə. Elə biləm, siz də onu yaxşı tanıyırsınız. Ağalar Qut, xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. Filosof Ağalar Qut 15 ilə yaxındır ki, Almaniyada yaşayır. Və bütün qürbətdə yaşayanlar üçün ilk sualım mənim bu olur. Vətən nədir sizin üçün? Çünki bu mövzunu ən yaxşı onlar bilirlər, qürbətdə olanlar. Amma fəlsəfi açıdan təbii ki. Füzulinin məşhur vətənlə bağlı 4 dəfə ki, vətənimdir, vətənimdir, vətənimdir. Bu, mən çoxdan bilirəm ki, belə bir müzakirə var, nələri orada başa düşür vətən deyərkən. Mənim üçün, mən də onların hamısını deyənmərəm 4 mənada nə deməkdir. Amma birinci mənada mənim üçün ana dilidir. Vətən, qürbət ana dilini itirmək deməkdir. Yəni, ana dili sferasından uzaqlaşmaq deməkdir. Yəni, çox balaca bir mühitdə ana dilində danışa bilirsiniz və bütün kənardan aldıqlarınız hər şey, demək, yabancı bir dildə, xarici dildə və siz yorulursunuz artıq. Yəni, o dildə fikirləşməyə məcbursunuz, o dildə reaksiya verməyə məcbursunuz. Yəni, qürbətin ən deyilir, divarın dalı da qürbətdir. O mənada ki, yəni, ana dilsizlik belə bir. Bu mənim üçün, mən bilirəm ki, vətənin birinci mənası ana dilidir. İkinci mənası, belə başa düşürəm ki, tanış üzlərin olmamasıdır. Məsələn, siz Alman küçələrində gəzirsiniz, yaxud bir istirahət məkanında bir tanış üz, tanış sima yoxdur. Yəni, ha gəzsənizdə o Nəsiminin o qandasan, o yoxdur. Elə bir şey tapırsan, elə bir şey. Bu rast gəlmir. Vətənin belə tərəfləri var. İndi əlbəttə ki, o dad tərəfləri də var, o dadı, yeməklər filan da. Qoxularda. Mütləq mənada. Bəzən məsələn olur ki, bir saniyənin milyonda birində bir qoxu hiss edirsən və bu səni uşaqlığa qaytarır. O hardan gəlmişdi, o necə gəlmişdi, düşmüşdü Alman ellərinə, özün də başa düşmürsən. Belə şeylər var. Əlbəttə, vətəni qürbətdə daha yaxşı hiss eləmək olur. O fəlsəfədə də var da, ancaq heçlikdən varlığı görmək olardı. Fon olaraq. O fon olaraq, bəli. O mənada, yəni, bəlkə qürbətdə vətəni daha yaxşı qavrayırsan. O başqa bir hisslər verir adama, ekstrem.
dediyinizdə bir şey hiss elədim ki, vətənin o ayrı-ayrı ki kodları ki var, təsadüfən qalxa bilir bizim şuurumuzda. O həm də bizim dərinliyimizlə ünsiyyətimizdir, elə deyilmi? Uşaqlığımızla ünsiyyətimizdir. Mütləq mənada, mütləq mənada. Və xatirələrin miqdarında o vətəni təzədən fikirləşirsən. Yəni siz bəlkə məni tutalım ki 5-10 xatirə ilə, bəlkə 100 xatirə ilə hansısa biri yadınıza düşsə, amma mən onu film kimi tutalım ki Müşfiq müəllim, dostum, onu bir hər an, çünki o qədər azdır ki, mənim əlimdə qürbətdə material azdır və o materialı təkrar köhnə filmlərə baxan kimi. Çünki təzələnmir, təzəsi yoxdur, artmır. Bax, o mənada vətənin belə tərəfləri var. Sizin aşma əsəriniz çox maraqlı bir fenomen oldu bir vaxtlar və dəfələrlə nəşr olunan yeganə ilk fəlsəfi kitab idi. Çox da buna həmişə sevinmişəm. Bizim balalar da oxuyublar sizin kitabı evdə. Və o kitabda bir ateist Ağalar Məmmədov var idi. İllər sonra sizin bir çox tələbələriniz də buna çox təəccübləndilər, şaşdılar ki, müəllim sonra şərqə tərəf gəldi, ruhaniyyat ona maraqlı görsənməyə başladı. Bu nə metamorfozdur. Amma sizin o əsəriniz də Azərbaycanda bəlkə bir bütöv nəsil fəlsəfə ilə maraqlanan gənclər üçün bir qida oldu. Onların təfəkkürünün formalaşması üçün bir təməl rolunu oynadı. İndi mən istəyirəm, öyrənəm ki, bu aşmanı yazandan bu yana Ağalar Qutda nə transformasiyalar olub? Təbii ki, uzun sualdır, amma ki, bir qısa ştrixlərlə bunu necə? Qısa ştrixlərlə desəm, belə deyə bilərdim ki, o aşmadakı Ağalar Məmmədov, o müəllif özümün də əlimdən sürüşdü, getdi. Yəni onu tutub saxlaya bilmədim. Bəlkə də saxlamaq istəmədim. Bəzən də insan özündən də asılı olmur və yol səni çəkib aparır. Orada zorakılıq da eləmək doğru da deyil axı. Deyil də. Yəni və sən bir yola çıxırsan və bu yolla gedirsən. Suallar, siz özünüz də bunu çox yaxşı bilirsiniz ki, yəni fəlsəfənin sualları çox dramatik suallardır. Olduqca dramatik. Filosof üçün özəlliklə. Olduqca dramatik suallardır. Məsələn, mən buradan gətirə bilərəm ki, o Aristotel deyir ki, kateqoriyin itham etmək deməkdir əslində. Yəni siz buna deyəndə ki, bu qara rəngdə fincandır, siz əslində ona itham oxumuşuq. O dərəcədə məsuliyyət daşımalısınız. Hətta şər ata bilərsən. Siz onun tərifini verməklə bəlkə o sabah olmaq istədi. Siz ona ölüm hökmü kəsmiş olursunuz, bəraət vermiş olursunuz. Siz onu itham eləmək, tərkimləyirsiniz. Yəni filosof bir prokuror kimi bir ittihamçı ola bilər və yaxud hakim kimi əslində yəni qədim Yunan fəlsəfəsindəki bunu biz hökm, hikmət, yəni məhkəmə, o da həmin məsələlərə qayıdır. Yəni burada böyük bir məsuliyyət var. Mən o sözümü ora gətirmək istəyirəm ki, yəni filosof əslində bütün qədim dünyadan bu günə qədər bizim bugünkü günümüzü quranlar kimlərdir? Mütəfəkkirlərdir, peyğəmbərlərdir, bəlkə dövlət, yəni o qanunvericilikdir. Yəni filosof o tərifləri qoymaqla ailə nədir, məhəbbət nədir, ölüm nədir, kömək nədir? Bütün bunlar hamısını biz filosoflar bunu təyin edirlər. Bax, Aşma kitabında mən belə bir yola çıxdım və mənə elə gəldi ki, mən verdiyim tərifləri dəyişdirməliyəm. Fəlsəfədə bilirsiniz ki, Allah demirik, biz transcendent deyirik. Yəni onun terminoloji, texniki adı transcendentdir. Bunu transcendentalla qarışdırmayaq, o Kantın o anlayışı ayrı. Amma transcendent. Mən baxdım ki, Aşma kitabında transcendent dimensiyası, o türklər deyən sözlə desək, əgər boyutu mən sanki itirmişəmmi, əlimdənmi qaçıb, nəzərəm almamışam, o spiritual tərəf məndə gördüm boğuluram məsələn. İnkişaf etməmiş. Gördüm boğuluram ki, mən bir çox şeylər demək istəyirəm.
o məni sıxır. O instrument yoxdur. O instrument yoxdur və mən baxdım ki, əslində mənim nə boyda ona potensialım var, Resursum. eşqim var. Mən baxdım ki, mən muğama qulaq asıb kövrələ bilirəm. Mən baxdım ki, mən tutalım ki, dini kitablar oxuya bilirəm. Yəni mən buna nəinki ikrah edirəm, əksinə mən buna bir istiqamətim var və bu özümə etiraf elədim ki, mən nə edirəm? Mən səhvdir deyəsən bu. Yəni azmışammı? Bax belə o bir söz var deyir. Əgər siz mənzil başını azmısınızsa, səhv yola gedirsinizsə, nə qədər çox getsəniz, bir o qədər uzaq düşmüş olacaqsınız da. Yəni ki, çox aralar. Ya orada dedim ki, dayandırmaq lazımdır. Amma indi bəzən dostlar deyir ki, əslində aşmada elə fikirlər var ki, onu da bu gün də davam elətdirirsən. Yəni onu tamamilə imtina da eləmək olmaz. Amma mən nəşriyyata xahiş eləmişəm ki, xahiş edirəm o növbəti nəşrlər olmasın. İndi bilmirəm onlar ikinci nəşr altında növbəti eləyirlərmi? Amma mən çox istəyirəm ki, bu olmasın. Yəni o aşmanı mən özüm daxilən aşmışam və indi mən tamam başqa yazılar yazıram və onları yaxın illərdə nəşr etdirəcəm. Siz Allahla bağlı transcendent olaraq münasibətinizi bildirdiniz. Dinlə bağlı, şərqin ruhani fəlsəfəsi ilə bağlı münasibətiniz necədir bilmək istəyirəm. Mən şərq deyəndə nəfəs alan bir şərq fikirləşirəm. Yəni bütöv şərq mənim zehnimdə bəzən sarsılır. Məsələn, tutaq ki, sizə bir misal deyim. Mən bu ana dilli terminologiya üzərində çalışıram ki, necə eləyim, məsələn, təhsil sözünü, məsələn, ana dilimizə necə deyim, məsələn, belə. Təhsil hüsulə gətirmək deməkdir, hasil eləmək deməkdir. Keçəm ki, məsələn, biz soruşuruq, bundan filan şey çıxar, səndən bir adam çıxmaz, filan, belə çıxmaz. Çıxmaqla bəlkə bir şey eləmək olar, fikirləşirəm. Amma sonra fikirləşirəm ki, məsələn, yontmaq da deyirik, filan kəs yonulmayıb. Yontulmayıb. Yəni bir odunu yontarsınız, ondan bir şey çıxardarsınız. Bax, bu təhsil təxminən belə bir məsələdir. Yəni odundan bir şey çıxartmaq. Amma məsələn, Zərdüşt fəlsəfəsi şərqdən danışır. Bəli. Çox radikal bir fəlsəfədir. Radikal. O yontmazdı, bəlkə onu yandırardı. Bəlkə onu yandıraraq ondan bir şey əmələ gətirmək istəyərdi. Yəni Zərdüşt fəlsəfəsindəki tutam ki, o yanmaqlıq, yəni yanaraq təmizlənmək, katarsis ideyası. Amma mən məsələn Buddanın nirvana dediyini, o kül dediyini mən birbaşa Zərdüştdə bir cavab kimi eşidirəm. O deyir, nəinki yanmaq, sən sönməlisən. Sən arzuları yox eləməlisən. Kül olmalısan. Yəni kamillik, yəni bulmuşam yanmaqda bir hal, özgə halını eləirəm. Füzuli, bu deyil də. Budda deyir ki, mənim ürəyim alovludur, gözlərimsə küldür. Kül, mən sönürəm, hə? Dünyaya qarşı istək yoxdur. O hansı mənada bir alovdur, bu hansı mənada bir kül. Bax, mən şərq deyəndə, mən onları arasında bu da bir tənqiddir. Yəni, bu da bir canlı bir şərq görürəm. Məsələn, tutaq ki, dünya imtihandır dünyası. Mən hesab edirəm ki, bu İslamla da qabaq var idi. Təbii. Bu qədim şərqin, yəni hər döngədə sən mənəvi bir imtahan verirsən, sən hər addımda bir əxlaqi sınaqdan çıxırsan. Bu imtahanı mən belə başa düşürəm. Ancaq biz onların hamısını toplamışıq İslam adı altında. Bəlkə də İslam olmasaydı, Yəhudi dini, bütün bu qədim şərqi, nə bilim, Şumeri, Midyanı, Elamı, hamısını yığıb indi haçalandı da şərq. Elə bir ki, yaxın şərq İslamla haçalandı, hamısı yəhudilərə qalmadı. Məsələn, Min bir gecə nağılları, oradakı rəvayətlər, bunlar hamısı axı İslam deyil. Bunların içində bir çox qədim şərq elementdir. Mən onun üçün belə düşünürəm ki, yəni şərq deyəndə bir-birinə söz atan, diyalogda olan şərq və
İslamdan öncəki şərq. Məsələn, mənim bu saat bu daha çox maraqlandırır və mən bu saat bir kitabımda o istiqamətdə yazıram ki, İslamdan öncəki şərq nə idi? Və qısaca deyim, İslamdan öncəki şərq hələ İslamın özündə də rasional insan modeli deyil. O daha çox iradə və iradəni tormozlayan mənəvi bir belə insan təbiəti. Yəni iradə və deməli mənəviyyat. Bax, qədim şərq budur. Amma insan rasional canlıdır ya da insan məntiqli, dilli varlıqdır. Aristotelin məşhur definisiyası. Bu deyil şərqdə. Bu deyil. Siz şərqdə hara baxsanız, qədim şərqdə insanın deməli təbiəti iradədir, istəməkdir. Məsələn, mənim indi ağlımda budur. Necə düşünməliyik? Nəfs yoxsa iradə? Bunlar eynidirmi? Yoxsa bunlar iki toqquşan qüvvədirmi? Yəni, biz necə düşünməliyik? İnsan təbiətində dualizm mi var? Yəni, nəfs və iradə. İradəlisiniz, işgəncəyə dözdünüz. Nəfsinizə qalib gəldiniz. Belə deyirik. Yoxsa elə o iradə də nəfsin başqa bir formasıdır. Yəni, insanda dual bir quruluş var, yoxsa monist bir quruluş var. Bəzən o nəfsə çevrilir, mənəviyyatsız iradə nəfsə çevrilir, mənəviyyatlı nəfs iradəli insan olursan. Bizim ana dilimizdəki latent fəlsəfə, latent dünya görüşü, oradakı etimologiyanın mənə dedikləri, indi elə suallar olsa onlara da müəyyən qədər cavab verməyə çalışacağam ki, bizim folklorik, yəni umumilli mentalitetimizdəki insan nədir? Və bu orijinal bir yeri gəlmişkən deyim bunu sizə. Mən deməli orta əsrlər lüğətlərinin birində gördüm ki, yazılıb ki, belə yığruq belə orijinalında bu tərbiyəli, ədəbli, əxlaqlı deməkdir. Çox maraqlı gəldi. Nə deməkdir yığmaq? Sonra baxıram ki, axı belə sözlərimiz var da, ayırmaqdan ayrı, o ayrıq əbəl olub belə, sıyrılmaqdan sıyrıq belə. Bu burada yığmaqla bağlıdır bu söz. Axı bizdə var bu, özünü yığışdır deyirik. Özünü yığışdırmaq, bax belə deyim sizə, gözü alma alça dərir deyirik. Nə bilim, əli əyri deyirik. Ayağı sürüşkən deyirik. Səpələnib. Yəni fikir versin, bədən ayağı sürüşkən, gözü, ağzı ayrıq. Bu bədən üzvlərinə bunu gətirirlər və bədən üzvləri sanki yığılmalıdır. Mən sözün kökünə baxanda bütövləşməlidir. Sözün kökünə baxanda bu gördüm ki, sözün kökü yüyəndir, yügən. Yügən onu yığmaqla bağlıdır. Və mən baxıb gördüm ki, bu yoga sözü də axı birləşmə deməkdir sanskritdə. Yoga birləşmək, amma mən onu bildiyim qədərlə bir olmaq, vahid olmaq anlamında. Yügən, cilov mənasındadır. Cilov mənası. Yaxşı, yığmaq və cilov deməli insan əslində özünü yığmalıdır, özünü yüyənləməlidir, özünü cilovlamalıdır. İndi siz baxın. Demək, məsələn, İsa Peyğəmbərdə vardı. Deyir ki, əgər o göz səni yoldan çıxarırsa, onu çıxarsa, əlin daha çox. Deməli, sən əslində bədən üzvlərini, qədimdə insanlar görünür, bədən üzvlərimizi avtonom hesab ediblər. Bu deyəsən Hipokratda da var da, hansı sanguinik, melanxolik bədəndə hansı tərəf... Ruh-bədən münasibətində ümumiyyətlə bu bir ayrılıq var da. Bu ayrılıq var, amma siz təsəvvür edin, bu tamamilə çox primitiv bir düşüncə, ideya olmalıdır ki, hələ ruhun avtonomiyası ya da ruhun bədən üzərindəki bir hakimiyyətindən söhbət getmir hələ. Bunlar hələ deyir ki, yəni dilini yüyənlə, ayağını hələ bu başqa bir şey. Və Buddada da var, deyir ki, kim içində bir ağanı tapıbsa, ən yaxşı ağanı tapıbdır. Görürsünüz, bax, ağa bəlkə... Yəni, mənəviyyat yolu ilə getməyi içəridəki ağanı formalaşdırmaqdır. Bu biri dinlərdə də onun Allaha bağlanması deməkdir. Əks təqdirdə içəridə xaos var. Xaos var. Və
ərəb dilində rabitə sözündən yaranan tərbiyə sözü. Tərbiyə də əslində rəbt etmək Bəli, demək. bəli. Yəni orada da Rəbbə sən bağlamaq. onu yığır. Almanlarda da erziehen dedikləri, erziehen o da dartmaq deməkdir. Sözün kökü ziehen, o da zügel, o yüyən sözü ilə bağlıdır. Bu çox Çox qəribədir, necə bağlanır? Yəni bu sanskrit, Psixologiya ilə mi bağlıdır? Bilmirəm, amma Psixolingvistikadır bu. bilmirəm, heç mənim hələ oraları düşün. Amma mən hər halda ana dilimizin mənə belə bəlkə qürbətin bu səadətidir. Ana dili üçün darıxırsan, amma ana dildə sənə belə bəxşişlər verir. Yəni belə həqiqətləri sənə verir. Bax mənim üçün şərq belə məqamlarda Azərbaycan insanı yəni. Əlbəttə sözlərdə. Azərbaycan insanı Ümumiyyətlə bir şey soruşum. Siz son illərdə daha çox dilçiliyə varmağa başladınız. Mən də bizim gəncliyimiz bir yerdə keçib, amma uzun illərdə, hardasa bəlkə 15 ildə heç bir kontaktımız, düzəmərli kontaktımız, bir-iki internet kontaktına çıxmaq şərti ilə yox idi. Amma izləyirdim həmişə sizin çıxışlarınıza baxırdım və burada əsas xətt olaraq həmişə dil analizləri gedir. Bu sizə bir instrumentə dönüşdü. Dil vasitəsilə necə düşündüyümüzü anlamağa çalışırsınız, hara getdiyimizi, hara yönəldiyimizi. Bu dissertasiyanızda sizin Heideggerin dillə bağlı məsələsi idi, ya xatırlayıram. Nə ilə bağlıdır bu qədər xüsusi marağın artması dilə? Bu birincisi mən belə fikirləşdim ki, mən bizim yeniyetmə yaşlarında bir yarım təhsilli məsələn deyə bir kəndli, saf kəndli balasına mən tutalım ki, Kantın transendental fəlsəfəsini necə izah edə bilərəm ya da Husserlin fenomenologiyasını necə deyə bilərəm, yəni Platonun idealizmini necə deyə bilərəm, belə məsələləri. Onda mən əlbəttə Türkiyə variantı var. Onlar söz quraşdırma yolu ilə gedirlər. Mən bu yolla getmək istəmədim. Mən fikirləşdim ki, bunları mən başqa cür istəyirəm deyəm. Sözlər də canlıdır. Quraşdırırlar, ölü sözlər yaranır sonra. Bəli. Oxusu yoxdur sözün. Ondan sonra özgə dildən götürsən daha yaxşı. Mütləq, heç bir fərqi olmur o. Yəni mənası çıxmır. Mən ondan başladım. Mənim biraz qədim Yunan dili imkanlarım var. Qədim Yunan dilinin etimologiyasını öyrənmək filan. Məsələn, tam ki, ideya nə deməkdir? Platonun məşhur ideyası, ya kateqoriya nə deməkdir? Belə. Yəni bunları mən qədim Yunan dilində etimoloji mənalarına baxıram ki, bu ilkin mənşədə bu söz nə demək idi? Və ondan sonra dedim ki, bunu ana dilimdə necə deyərəm? Başladım ana dilimizin etimoloji köklərini öyrənməyə. Düzdür, bizdə elə lüğətlər yoxdur buralarda. Əsasən alman dilində, başqa rus dilində. Yəni onlar türkologiyanı hələ öyrəniblər. Almanlarda türkologiya yaxşıdır. Yəni məsələn Mainz Universitetində ən yaxşı türkoloji kitabxana onlardadır. Belə istədiyiniz, hətta birinci yox, 3-cü dərəcəli mənbələri tapa bilirsiniz orada. Mən belə lüğətləri araşdırmağa başladım və mənim qarşıma qeyri-adi belə səhnələr çıxdı. Dilin içində gəzişə. Yəni mən indi kitabımın yarım sərlövhəsini deyim. Onun yarım sərlövhəsi belədir, dil içində dil. Başlığı deməyim. Dilin içində başqa bir dil var. O dil unudulmuş bir dildir. O dil heç kim o dili istifadə eləmir və o dil bizə əslində keçmişdən bir xəbər verir. Məsələn, heç arada demədiyim, ilk dəfə sizin efirdə deyim. Məsələn, biz bilirik ki, Karl Popper'in falsifikasiya deyə bir anlayışı var. Falsifikasiya anlayışı deməli elmin kriteriyasıdır da, yəni çox qısaca, yəni bir nəzəriyyə ancaq o vaxt elmidir ki, o səhv olma riski daşısın. Səhv olsun yox, amma səhv ola bilsin. Yəni həmişə düz çıxırsa, o elmi nəzəriyyə, elmi proqnoz, sabah məsələn yağış yağacaq, bu həmişə düz çıxır. Çünki dünya o tərəfində, dünyanın bu tərəfində sabah da qeyri-müəyyən. Amma siz desəniz ki, filan məkanda, filan zamanda onu yoxlamaq imkanımız var. Onu biz baxa bilərik ki, yağdı, yağmadı. Ancaq bu halda deməli bu elmidir. Buna deyir falsifikasiya. Yəni oradakı səhv olma riskini axtarırsınız. Məsələn, mən dilimizdə yoxlamaq feili var.
Mən orta əsr lüğətlərimizdə bir feylə rast gəldim və heyrətə gəldim. Varlamaq feylidir. Allah Allah. Yəni varlamaq bilirsiniz nəyə oxşuyur? Elə bir ki, siz auditoriyada hansı tələbənin sinifdə olub-olmadığını yoxluyursunuz. Yəni yoxu axtarmaqla varı axtarmaq. İki fərqli yanaşma. Məndə məsələn deyək ki, kanser mikrobu varmı? Siz məni yoxluyursunuz, yoxsa varlayırsınız? Yoxa çıxarırsınız, yoxsa vara Yəni çıxarırsınız? məndə varı axtarırsınız. Varlığını mı axtarırsınız, yoxluğunu mu axtarırsınız? Məsələn, varlamaq deyə bir anlayış mənə birbaşa, məsələn, Karl Popper'in falsifikasiyasının tərcüməsinə imkan yaratdı. Amma üstəlik də bu heç bir bizim nə orfoqrafik, nə izahlıdır, heç bir yerdə yoxdur. İtib batmış bir sözdür, qalıb orada. Bəlkə də bizdə fəlsəfi tərcümələr belə məsuliyyətli aparılmayıb ya da mənim kimi belə edilməyib deyə mən başladım belə sözlər atım və dil mənə belə hədiyyələr eləməyə başladı. Yüzlərlə belə hədiyyə. Və mən onda başa düşdüm ki, aha, mən təxminən fəlsəfənin 2000-lik olsa, mən heç olmasa bir 1000 işlək terminologiyasını ana dilimizdə deyərəm və bunu deyəndikdən sonra mən Avropa fəlsəfəsinin Azərbaycan dilinə bir anda sürətli tərcüməsinə imkan yaradıram. Qalır qrammatik tərcümə. Amma mən terminləri sizə verirəm. O tərcümələrlə onu və üstəlik mən başqa bir şey də qazandım. Öz dilimdəki anlayışları, onun içindəki məqamları Avropalılara demək. Birini də deyim, bitirirəm. Baxıb gördüm ki, qanad sözünün kökü ilə qonmaq sözü eynidir. Eynidir. Fikirləşdim ki, deməli, mən uçurumdan özümü atıb uça bilərəm. Amma qonmaq üçün mənə qanad lazımdır. İndi tam tərsi. Qanad uçmaq üçün yox, qonmaq üçün lazımmış. Qanadım olmasa yerə çırpılacam. Ağlar mənim, siz Azərbaycan insanı, şərq insanı ilə bağlı bir-iki ştrixlər qeyd elədiniz. Mən indi orada yaşayan bir adam kimi qərb insanının xarakteristikasını istəyirəm. Bütöv yox, məsələn, müasir. Bizlərdə, bu tərəfdə belə bir illüziyalar daima dolaşır ki, ay qərb belə çox inkişaf eləyib, çox bir nələrə gəlib çatıb. Mən də bir şey deyirəm, inkişaf eləyibsə insanını göstərsin. O inkişaf texnikada deyil, insanda öz əksini tapmalıdır. Və indi öz qənaətlərimlə sizi beşnəyə yönəltmək istəmirəm. Sadəcə sizin təcrübənizi almaq istəyirəm ki, bu qərb insanı, şərq insanı ilə müqayisədə bir şərqli kimi getmişsiniz ora. Nə qazanıb, nə itiribdir? Sizin bir fəlsəfi portretiniz necə olardı buna? Onlar mı nə qazanıb? Onlar nə qazanıb? Mən hesab eləyirəm ki, mən qərb insanını fəlsəfi analiz də eləyə bilərəm və gördüklərimi də belə izah eləyə bilərəm. Əsasən, qərb insanı mənim daha çox gördüyüm modernizmin məhsuludur. Daha çox indiki qərb insanı modernizmin məhsuludur. O mənada ki, o daha çox rasional fikir yürüdür və daha çox rəqəmlərlə fikir yürüdür, yəni planlıdır. Muğam yoxdur onun içində. Muğamat, onlarda o dimensiya, bilmirəm, məsələn, mən almanlara baxanda, almanlar məsələn, pafosu sevmirlər. Bəlkə də o nasist Almaniyasının xatirələri onları imkan vermir o məsələlərə. Məsələn, bəlkə də o Heidegger, o mistik o balansın hamısını işlətdi deyə artıq Almanlara bu xoş gəlmir. O cür, məsələn, mistik cümlələr olsun, çox belə sinəsinə döyən belə bir pafos. Daha Heidegger oxumurlar. Heideggerə qarşı ikili münasibət var. Onun dahiliyini də etiraf eləyirlər. Amma eyni zamanda onun bir qismi o məktublar ki, çap oldu, o qara dəftərlər. Onlar Heideggeri biraz bədnam eləyir. Əlbəttə, məsələn, hətta fransız mütəfəkkirlər hesab edir ki, eybi yox da bu Heideggerdir. Yəni buna bağışlamaq olar, amma ciddi intellektual xidmətləri var. Yəni siz təsəvvür edin ki, məsələn, siz
bir fəlsəfə əsəri yazırsınız, amma 50 il sonra, 100 il sonra siyasi diktator rejimi hakimiyyətə gəlir və sizin əsərlərdən istifadə eləyir. Siz də çox, yəni bəlkə də ona müqavimət eləmək istəyirsiniz, eləyə bilmirsiniz, eləməyə. Amma açıq etirafları da olduğu üçün Heideggerin çox da təmizə çıxartmaq da mümkün deyil. Bunlar öz yerində. Amma qərb insanına gəldikdə mən almanları olduqca dürüst xalq hesab edirəm. Olduqca dürüst və təmiz xalqlar. Yəni yalansız xalq demək olar almanlara. Yalansız xalq demək olar. Yəni çox nəyi var üzlərində və dillərindədir. Yəni sizə həqiqətən çox doğruçu kömək təklif eləyə bilərlər. Yəni o yalan maska yoxdur almanlarda bu mənada və açıq da deyə bilərlər ki, səndən xoşum gəlmir ya da gəlib məsələn deyə bilərlər ki, sən mənə nəsə belə acıqlı baxırsan, sən nəsə belə problemin var belə. Yəni onu soruşurlar. Aqressiv şəkildə yox. Sadəcə ki, mənə nəsə bəlkə demək istəyirsən məsələn, deyə bilmirsən, mən açığam, de mənə, yəni ürəyindən gəl. Problemi tez həll etməyə çalışırlar belə. Ancaq Alman, mənim məsələn buradan getməmişdən qabaqçı belə illüziyalarım vardı. Mən istəyirəm ki, onu Azərbaycan tamaşaçısı da bilsin. Bu illüziyalar Alman siyasətinin və Alman humanitar elmlərinin obyektivliyi, neytrallığı ilə əlaqədar bağlı idi, amma elə deyil. Elə deyil. Məsələn, Alman mediası son hadisələrdə də biz gördük ki, tamamilə Qarabağ müharibəsində, yəni tamamilə bir tərəfli mövqe tuturdu. Onların tərəfini tuturdu. Əlbəttə bir mənalı şəkildə. Dürüstlükdən bir şey qalmadı. Biz o bir yazı da yazdım mən yoldaşımla bir yerdə, Alubinanla. Biz onu imzaladıq ki, Almaniyada bizim elmi dərəcələrimiz təsdiqlənib doktor ünvanı ilə və bunu bütün media orqanlarına göndərdik. Onların heç biri bunu çap eləmədi, ümumiyyətlə münasibət bildirmədilər. Yəni bu hətta özlərinin Almanların 100 il, 200 il qabaq çəkdikləri xəritələri arxivdən çıxartdırıb hamısını qoyduq bu qədər. Amma etiraz ümumiyyətlə etina eləmədilər. Ümumiyyətlə münasibət bildirmədilər. Yəni sərf eləyən həqiqət deyil. Yəni media birmənalı şəkildə, yəni hakimiyyətin ümumi yəni o mediatik, o media pluralizmi filan bunlar boş söhbətlərdir. Amma yəni, burada çox inanırlar ona görə. Amma kimsə burada novorçulardan biri nəysə deyirdi, onu məsələn tərcüməçinin vasitəsilə efirə çıxarda bilirlər, onu çıxarırlar. Amma mən özüm Alman dilində yazıram və doktor ünvanı ilə yazıram. O cür məktub, yəni sübutlu səviyyəli. Amma onu eləmirlər. Yəni media bir mənə şəkildə. Mən bunu gördüm Alman dilçilərində. Məsələn, əgər mən sübut eləyə bilsəm ki, Kür çayının adı, bu hidronimin adı türkcədir, deməli, bu Kür çayına bu adı verənlər türk etnosudur. Yaxud da Qafqaz dağ adını mən o etimologiyasını izah eləsəm ki, bu Qafqaz türk dilinin materiallarına izah edilə bilər. Onda belə çıxır ki, Qafqazın ilk o dağa şahid olanlar bu türklər. Və Alman dilçilər bunun çox gözəl fərqindədirlər. Bu ərazi iddiası kimi bir şeydir. O deyir, yox. Bu Hind-Avropa dillərinin materiallarına izah edilməlidir. Ya erməni olmalıdır, ya fars olmalıdır, belə. Yəni orada türk olanmaz. Siz hələ orada deyildiniz. Siz Monqolistanın Qobu çöllərindəydiniz. O vaxtlar orada deyildiniz deyirlər. Nəfslərini ortalığa qoyublar. Yəni mən sizə bunu deyəm sizə ki, bu nəfs də var, amma biz necə, yəni çox politik ön-yargılar mı fikirləşirlər. Ön-yargı da var. Sonda çox qısa definisiyalar almaq istəyirəm bəzi şeylərə, əlimizə filosof düşmüşkən. Əxlaq nədir? Mənim yadıma gəlirsin gənclikdəki buna izahlarınız, amma siz oradan çox dəyişmir. Moralin anlayışını ilk dəfə sizdən eşitmişdim. Bəli. Əxlaq yəqin ki, bayaq dediyim kimi özünü yığmaqdır. Ancaq burada mənim maraqlı gələn Platonla İsokratesin, onun
Sokrates yox, öz müasiri. Onun bir mübahisəsi yadıma düşür. İsokrates deyirdi ki, sən əxlaqa çağırışı məntiqlə eləyə bilməzsən. O fəlsəfi isbat mövzusu deyil. Sən ritorika ilə insanları inandıra bilərsən. Ritorika əxlaqa çağırışın ən effektiv alətidir. Mən insanı təsirə salaram, manipulyativ yolla. Mən insanları musiqi ilə ya da dini bir məsəllə mən onu inandıraram, o əxlaqlı olar. Amma sən Kant kimi belə isbat eləyənməz. İsbat eləyirsən. Həndəsə olaraq isbat eləyənməz. Əxlaq isbat edilmir. Onun üçün bəlkə Asif Ata orada haqlı idi, o inam məsələsində ki, bu bir inamdır, bir orientasiya tutursan ki, bu belə olmalıyam ya da nə üçünsə. Yəni, mən əxlaqın kökündə... Şərqdə həm də ontologiyadır. Həqiqəti dərk etmək istəyirsənsə, müəyyən bir əxlaqa köklənməlisən. Bəli, bəli. Bir ustadın yanına gələndə onun başlayır əxlaqı ilə məşğul olmağa, nəinki ona kitablar oxutdursun. Bəli, bəli. Nietzsche də təxminən ona bənzər bir şey deyir. Sənin çağırdığın əxlaq mənə hansı həqiqəti deyir və yaxud sənin dediyin həqiqət hansı əxlaqa çağırır. Bunlar çox maraqlıdır və Heidegger də ona bənzər. Yəni, nə və necədir qoşadır. Sən onun nəliyini tapanda necəliyini tapmış olursan. Necəliyini də nəliyi ilə tapırsan. Yəni, necə yaşamaq və əslində həyatın nə olduğuna cavab verməkdir. Yox. Yəni, həyatın nə olduğunu bilmirəmsə, necəliyi necə tapacam? Tamam, yenə də qısa-qısa. Xeyir nədir? Xeyir nədir? Bax, xeyir əməllər deyirlər insanlar, xeyir tələbi var insanların arasında. Demək, xeyrin nə olduğunu bu saat deyə bilmirəm, amma bu ağlıma gəlir bu saat. Demək, Heideggerin belə bir yanaşması var. Deyir ki, sən adlandıranda yaradırsan. Bir şeyi çağırmaq, onun adını qoymaq, onu yaratmaq deməkdir. O yanılır. Plotin başqa bir şey deyir. Plotin deyir ki, sən baxanda yaradırsan. Amma mən baxdım ki, Plotin orijinal deyil. Bunu Zərdüşt peyğəmbər demişdi. Xeyir deyir, bir anda özünə şübhə ilə baxdı və onun şübhəsindən özünə qarşı şər yarandı. Yəni, baxış əslində yaradıcı momentdir. Bax, bu Koroğlu'da da var da, atlara baxır, belində qanatlar yox olur. Qanatlar yox olur. Amma mən indi Avropada bunu istəyəm bir şəkildə haçansa deyəm ki, əslində bu Heidegger yanılır və Plotinin dediyi də orijinal deyil və bu ilk dəfə şərqdə bunu deyiblər ki, yaratmaq baxışla olur, bəlkə nəzər məsələləri filan da oralara gəlib çıxır, bəxt məsələləri oralara gəlib çıxır və xeyrin özünə baxışı, xeyr özünə şübhə ilə baxdı, amma şər oradan yarandı. Bax, bu haçalanma oradan yarandı. Bax, belə bir cavab verə bildim sizə. Gözəllik nədir? Bunlar hamısı həqiqətlə bağlıdır. Hint fəlsəfəsində ədalət, həqiqət, gözəllik, xeyr. Gözəllik yəqin ki, asimmetriyadır. Hansısa... Çoxsu simmetriya kimi başa düşür. Simmetriya kimi başa düşür. Elə mən də bilərəkdən o cür deyirəm. Çünki simmetrik bir o sima yaxud mənzərə bu bizə kukla verir. Yəni, duyğus, emosionallıq itir orada. Onun üçün gözəllik yəqin ki, asimmetriyadır və mən inanıram ki, Füzulidə var belə bir şey. Deyir ki, indi misranı tam deyə bilmirəm, hər hüsn, yəni hər gözəllik eşq yaratmağa qabil deyil. Yəni, o gözəllik ya da o hüsn bir bəlkə çağırışdır, onu da eşidən bir, o da onu eşitməlidir. Bax, belə bir tamamlanmadır o. Mən onu tərcümə eləyə bilirəm, o üzü, amma o birisi tərcümə eləyə bilmir. Ya da o mənzərənin qarşısında mən hayl-mayl oluram, o birisi olmur. Bax, burada bir daxili bir əkizlik tapırsan ki, əkiz tayı olursan. Gizli idrakilikdir nədir? Bəlkə, bax, mən onu
tuta bilirəm, mənim antennam ona açıqdır. Ya da mən Oxuya bilirəm. Hə, oxuya bilirəm, ya da mənim elə antennam elə yerə açıqdır ki, heç onu heç kimi tutmur. Belə bir şey başa düşürəm. Mən burada bir necə deyim, bir qohumluq görürəm. Yəni gözəllik qavrayışında bir qohumluq var. Doğmalıq. Doğmalıq var. Amma irrasionaldır. Mən ümumiyyətlə insan irrasional olduğuna inanıram. Filosof olmaq nə deməkdir? Filosof olmaq sualların cavabını tapa bilməmək, filosof olmaq suallara cavab vermək imkanını da olmadığını görmək, filosof olmaq bu yola nə üçün çıxıb çıxmadığını da peşman olub olmadığını sual altına salmaq, filosof olmaq, amma bütün bunlara da bu fəlsəfi sualların cavabsızlığını da yenə fəlsəfi yolla görmək belə bir alın yazısıdır. Təşəkkür edirəm sizə. Mən təşəkkür Gəldiyiniz edirəm. üçün çox sağ olun. Verilişinizə uğurlar arzulayıram. Dəvət elədiyiniz üçün təşəkkür edirəm. Çox sevindik. Çox sevindik. Amin izləyicilərinə isə sağ olun, gələn görüşlərə qədər deyirəm.